Məsəl üçün, burada Xəzər dənizi verilənlər səhvdir. Xəzər dənizi bilirsən ki, dünya okean səviyyəsindən -27 metr aşağıda yerləşən bir çuxurdur. Yəni yüksək dağ deyil. Məsələn, Aral gölü verilib, Turan ovalığında yerləşir. Yüksək dağ gölü sayılmır. Aral gölünü tanıyırsan da, Turan ovalıqda yerləşir, amma yüksək dağ deyil. Deyə bax buradadır. Yüksək dağ ərazidə yerləşmir. Çad gölüdür. Afrika platformasının daxili çökmə zonasında yerləşir. Yəni düzənlik ərazidədir. Eri deyirəm, amma Eiri yox. Eiri yox, Eri. Eri gölü isə Şimali Amerikanın mərkəzi hissəsindədir. Yəni düzənlik relyefə malikdir. Bu sualda nəsə bir qaçışıqlı qalan varsa de izah edeyim. Xeyr müəllim. Chicago dedik ki, Cənubi Amerikadaydı. Bəli. Ant dağlarla başlayırdı. İssik gölü Qırğızistan ərazisindən Tian-Şan dağlarının olduğu ərazidə idi. Böyük Ala gölü də Azərbaycanda Kəlbəcər rayonu dağlıq ərazidə Kəlbəcər rayonu. Vulkanik bənd mənşəli göllərdən biri idi. Digər variantlardan biz Çad gölünü, Xəzər dənizini, Aral gölünü çıxsaq, Eri gölünü çıxsaq, doğru cavabımızı tapacaqdıq. 30-cu suala baxaq. Çayın eroziya bazisinin qalxması nəticəsində hansı dəyişiklik baş verər? Çayın eroziya bazisinin qalxması nəticəsində hansı dəyişiklik baş verə bilər? Hı -hı. Nə baş verər səncə çayın eroziya bazisi qalxması nəticəsində? Təbii ki, düşmə azalar da, düzdür? Bax, düşmə nədir? Bax, çayın mənbəyi, yəni başladığı yerdə mənbə. Düzdürmü? Mənsəb isə töküldüyü yerdir. Yəni, çayın mənbəyi ilə mənsəbi arasındakı hündürlük fərq nə idi? Düşmə demişdə, çayın düşməsi. Yəni, mənbəyin hündürlüyündən mənsəbin hündürlüyünü çıxırdıq. Eroziya bahisi nə edir? Yəni, çayın töküldüyü su hövzəsinin səviyyəsidir. Yəni, dənizin, gölün səviyyəsidir. Yəni çay öz yatağını bu səviyyədən daha dərinə qaza bilməz. Bax, burada gedişat necədir? Əgər çayın töküldüyü dəniz və ya gölün səviyyəsi qalxarsa, bu deməkdir ki, çayın mənsəbinin mütləq hündürlüyü artar. Mənsəbin hündürlüyü artdıqda mənbə ilə mənsəb arasındakı fərq də kiçilər. Yəni burada məsələn verib çayın orta meyilliyi artar, xeyr. Düşmə azaldığı üçün meyillik də azalar. Aydın olmadı. Qaranlıq qalan nəsə hissə var. Xeyr müəllim. Yəni çayın eroziya bahsinin qalxması nə deməkdir? Düşməsi azalmasıdır. Düşmə, yəni mənsəb ilə mənbə arasındakı fərqə çayın düşməsi deyirik. Bəli. Yəni çayın eroziya bahsinin qalxması, yəni çayın töküldüyü su hövzəsinin səviyyəsinin hər hansısa bir səbəbdən yuxarı qalxması deməkdir. Yəni çayın səviyyəsinin yuxarı qalxması deməkdir. Deməli, bu proseslər təbii geoloji dəyişikliklərlə yanaşı insan təsiri ilə də baş verə bilər. Yəni eroziya bahsi necə qalxır? Yəni dəniz səviyyəsinə qalxması. Məsələn, qlobal istiləşmə nəticəsində buzlaqların əriməsi okean və dəniz sularının səviyyəsini qaldırar. Yəni bu zamanda çayın töküldüyü e, ərazi, yəni son nöqtə daha yüksək hündürlükdə yerləşməsi baş verər. Yəni bu çayın məsələn eroziya bahsinin qalxması necə olur, onu izah etmək istəyirəm ki, yəni bu kimi hallardan baş verə bilər. Yəni qeyd edəcək ki, nəticə olaraq eroziya bahsinin qalxması nə edir? Onun düşməsini azaldar. Digər variantlarımız da ki, yanlışdır. Məsələn, B bəndi suyun axın sürəti artar. Xeyr. Meyillik azaldığı üçün suyun axın sürəti zəifləyər. Dib eroziya güclənər. Xeyr. Eroziya bahisi qalxanda çay yatağının dərindən qaza bilmir. Əksinə, akkumulasiya çökmə prosesi baş verirdi. D variantı isə yan eroziya azalar. Əksinə, sürətin azaldığı üçün çayın daha çox yanlara doğru meandrları açmağa meyil edir. Yəni bunu
Qeyd edəcəksən ki, qeydimizi apar. Çayın eroziya bahsinin qalxması yaz. Çayın eroziya bazisinin qalxması çayın meylinin və düşməsinin azalmasıdır. Yəni düşmə də meyillik də az olursa, demək bu düzən çaylara aid gedir də, bildin? Gəldi 31-ə. Deyir, şimali yarımkürəsində dağların cənub yamaclarında qar xəttinin şimal yamaca nisbətən yuxarıdan keçməsinin səbəbi nədir? Deyir, şimal yarımkürəsində dağın cənub yamacında qar xəttinin şimal yamacına nisbətən yuxarıdan keçməsinin səbəbi nədir? Nə deyə bilərik bu 31 haqqında? B variantı müəllim. Nə demək istəyirsən? Deyirsən ki, cənub yamacında güclü küləklərin əsməsi. Yəni deyir, cənub yamacında qar xəttinin şimal yamacına nisbətən yuxarıdan keçməsinin səbəbi nədir? Bilsən nətər? Evrim, mən sənə nə öyrətmişdim? Demişdik ki, deyir, şimal yarımkürəsində dağın cənub yamacında, bax, bir dənə şimal yarımkürəmiz bilirsən də buradır. Burada bir dənə ərazi çəkirəm. Deyir ki, burada cənub yamacımız bizim aşağı hissədə, aşağıda, düzdür? Şimal yarımçıda bizim yuxarı hissəmizdir. Deyir, şimal yarımkürəsində dağın cənub yamacında qar xətti şimal yamacına nisbətən yuxarı keçməsi nədir? Sən bilirsən ki, sən şimala doğru getdikcə şimal yarımkürəsində hara doğru gedirsən? Qütübə doğru, düzdür? Bəli. Ay, sağ ol. Mən də sənə nə öyrətmişdim? Qütüblərdə qar xətti necə keçirdi? Okean səviyyəsinə bərabər idi. Aşağı səviyyədə, düzü 0 metrə yaxın idi. Aha, Cənubda necə olacaq? Cənubda sən yuxarıya getmirsən axı, isti yerdir sənin cənubun ücə. Sənin amma şimalın soyuq yerdir. Təbii ki, sənin isti yerində qar xəttin yuxarıdan keçəcək. Aydın oldu fikrim? bəli. Cənub yamacına daha çox günəş istiliyinin almasıdır. Sənin şimal yarımkürəndə şimalın təbii ki, qütbə yaxın olacaq. Cənub hissəndə istiyə yaxın olacaq. Burada məntiq işlət, yaxşı. Cavabımız nə olacaq 31-də? D variantı. Qaranlıq qalan bir şey var. Xeyr. Gəldi 32-yə. Deyir, dağ yamacının düzənliyə çıxdığı yerdə yaratdığı relyef forması. Nə demişdik buna? Dağ çaylarının düzənliyə çıxdığı yerdə qıfvari çökəklik yaradırdı. Bu nə adlandırılırdı? Yox, yerpiçvari bir forma yaradır. Nə idi bu? Dağ çayının düzənliyə çıxdığı yer necə adlandırılır? Dağ yazmışdıq bunu. Gətirmə konusu nə idi? Çaydan, yəni çayın dağdan düzənliyə çıxdığı yer idi də. Relyefin kəskin dəyişikliyi ərazidə yaranırdı. Düzdür? Bəli. Cavabımız 32-də B bəndi. 33-ü də görüm. Düzənlik çaylarında yan eroziya güclü olduqda yaranır. Hı -hı. Sən bildin Astana şəlaləsi harda olurdu? Bu dağ çaylarında Aysu. oldu. A, D-ni attın. Hı -hı. Sonra estuari, məsələn, delta dedik ki, dediyimdə düzənlikdə əsasən yaranır da. Əsasən deyirəm ha, hər zaman yox. Estuari isə demişdik ki, əsasən dağlıq ərazilərdə güya yaranır da, düzdürmü? Yəni əsasən bu tamamilə doğru bir ifadə deyil. Yəni dağ çaylar dedik ki, düzənlik çayların yan eroziyasının güclü olduqda yaranır. Yan eroziya da nə yaranır? Təbii ki, axmaz, çay, dərə, göllər yaranar da, düzdür? Bəli. Cavabımız 33-də nə olacaq? C bəndə. 34-cü sual təhlil et görüm. Ərazisinin meylinin çox, rütubətlinin kifayət qədər olması nəyə səbəb ola bilər? Birinci denək ki, ərazinin meyilliyi çoxdursa nə demək istəyir? Bunu aç mənə.
Bu dağ çaylarına aiddir də. Dağ çaylarına aiddir. Bəli. Bəs rütubətliyin kifayət qədər olunması bu nə deməkdir? Rütubət. Yəni ora çox yağıntı düşməz deməkdir. Düzdür? Bəli. Aha. Deyəcəksən ki, burada əgər rütubətlik çoxdursa, meyillik də çoxdursa, bu da çay şəbəkəsi necə olar? Çay şəbəkəsi A bəndə müəllimə. Çay şəbəkəsi böyük sıxlığına səbəb ola bilər deyirsən. Bax, gəl indi izah verirəm yenə sənə. Bax, çay şəbəkəsinin sıxlığı əsasən iki amildən asılıdır. Çay şəbəkəsinin sıxlığı. Bax, burada bizim 181-də məsələn yazır ki, müəyyən ərazidə olan çay sistemlərinin cəminə çay şəbəkəsi deyilir. Çay şəbəkəsinin görsən sıxlığının düsturu var. Baxdın mı ora? Bar rütubətlik, yağıntının miqdarı da çayların yaranması üçün su mənbəyi lazımdır. Yəni, əgər rütubət kifayət qədərdirsə, yəni yağıntı buxarlanmadan çoxdursa, yer səthində axın üçün bol su yığılır. Meyillik də dedik ki, ərazi meyilli olduqda yağıntı suları torpağa hopmağa vaxt tapmadan sürətlə yer səthinə axmağa başlayır. Bu axınlar zamanı torpağı yuyaraq özünə şırımlar, dərələr açılır. Yəni biz burada deyəcəyik ki, doğru cavabımız bəli A bəndidir. Meyilli sular bir yerə toplanıb şırımların yaratmasını sürətləndirir meyillik. Bol rütubət isə bu prosesi daima su axarına çevirir, yəni çaya çevirir. Nəticədə həmin ərazidə çoxlu sayda çayın qolları yaranır və çay şəbəkəsi sıx olur. Cavabımız olacağına görə A bəndi 34-də. 35-də bəs nə deyir? Deyir ki, az olarsa nə olar? Çay Az şəbəkəsi olan necə olar? seyrək. Aiso, seyrək olar. Gəldik 36-ya. Deyir, çayın en kəsiyinin sahəsi ilə axın sürəti arasındakı əlaqə hansı qrafikdə düzgün göstərilib? Çayın en kəsiyinin ilə çayın axın sürəti. Hı -hı. Düz mütənasibdir mənim bunlar. Düz mütənasib deyirsən, hansı variant deyə bilərsən? Düz mütənasibsə A bəndi. A bəndi deyirsən. Bəli. Yox. Tərs mütənasibdir. Çayın en kəsin sahəsi ilə axın sürəti arasında əlaqə necə idi? Tərs mütənasib. Biz demişdik ki, əgər çay sürətlə axırsa, enlənməz axı. Dağçay daxı çay sürətlə axan. Düzdür Elgün? Bəli. Çay nə eləyir? Axın sürəti çoxdursa, çay gəlir düz axır. Yox, çayın axın sürəti zəifdirsə enli axır. Enlənmə olur. Yəni düzənli ərazilərdə olur. Yəni ki, axın sürəti artdıqca çayın en kəsin sahəsi sahə enlənmək deməkdir də. O tərs mütənasibdir. Yəni düzgün cavabımız tərs mütənasib asılı qrafik olmalıdır. Cavabımız nə olacaq? B variantı. Bildinmi? Yəni çay yatağı Bəli. genişləndikdə, yəni en kəsin sahəsi artdıqda suyun axın sürəti zəifləyir. Bax, onu istənsə yazarsan bura. Məsələn, yazıb çayın su sərfi ilə necədir? Yaz onu da. İstən orada qeyd et. Çayın su sərfi axın sürəti ilə tərs mütənasibdir. Gəldik 37-yə. Buzlaq suları və musson yağışları ilə qidalanan çayların xüsusiyyətləri. Nə deyə bilərsən? Bu asan bir sualdır. Yayda bol sulu Bəsdən. olar. Yayda bol su olar. Düzdür. Cavabımız 37-də D D variantı. variantı. 38-də yer yayda bol sulu olan çayların xüsusiyyətləri. Yayda bol sulu olan çayların xüsusiyyətləri nə ola bilər? B variantı. A, B variantı düzdür. Sonra gəldi 39-a. Deyir, düzgün fikirləri müəyyən edin.
Amazon dünyanın ən bol sulu çayıdır. Doğrudur. Bəli, Cənubi Amerikada yerləşir də, düzdürmü? Aha, bəli. Ən hündür şəlalə Şimal Amerikada yerləşir deyir. Hündür şəlalə. Bu yanlışdır. Bəli, yanlışdır. Hardadır bəs ən hündür şəlalə? Ən hündür şəlalə Şimali Amerikada yerləşir deyir. Hündür şəlalə. Deyəcəksən ki, bəli, yanlışdır. Şimali Amerikada yerləşmir. Çünki ən hündür şəlaləmiz bizim hardadır? Cənubi Amerikada. Hı -hı. Hı -hı. Sonra qurun sularından yuxarıda su keçirməyən suxurlayı yerləşir. Aha, bax, burada gəl sənə göstərim. Görün burada qeyd olunub. Bax, yadında bir yerdə qeyd elə. Əgər unudursansa. Məsələn, burada bizdə görsən yazılıb. Səhifə 180-ci sualda aşağı hissəsinə baxsan, dünyanın ən məşhur şəlaləsi Anhel. Yəni dünyanın ən hündür, yəni ki, qeyd etsəsin, dünyanın ən hündür şəlaləsi Venezuelada yaz. Və Anhelin altından xətt çək. Dünyanın tapdın. Bəli. Ən məşhur şəlaləsi, yəni ən hündür şəlaləsi hardadır? Venezuelada Anhel şəlaləsidir. Venezuelanda yaz. Anhel. Ən hündür. Görsən burada da Anhelin adı yazılıb. Venezuela Bəli. ərazisindədir. Sonra bir də hansı parkdadır? Onda yaz, çox vaxt düşür. Bax, yazda bilirsən burada. Caniyana Milli Parkı. Onu da yaz. Venezuelada Caniyana Milli Parkı. Parkda yerləşir. Kanyana Milli Parkında. Sonra nə deyir bizə? Deyir, quruntu suların yuxarıdan su keçirmə xüsusiyyətləri quruntu suların yuxarıdan su keçirmə xüsusiyyətlərində yerləşir. Quruntu sularında yuxarıdan su keçirməyən suxur, deyir, quruntu suları yuxarıdan su keçirməyən suxur layı yerləşir. Belə deyim də, bu düz deyil axı. Səhvdir. Quruntu suları məhz su keçirməyən layın üzərində toplanır. Altında yox. Qurun suların üstündə isə su keçirən lay. Məsələn, qum, çınqıl və s. olur ki, yağış suyu aşağı süzülə bilsin. Yaxşı. Bunu bilmirsənsə, bir kərətən qeyd edə bilərsən. Qurun sular su keçirməyən layın üzərində yerləşir. Qurun sular yazsam. Qurun sular su keçirməyən üzərində, yəni layın üzərində toplanır. Altında yox. Bu deyir ki, qurun sular yuxarıdan su keçirməyən suxur laylarında yerləşir. Yox. Qurun sular yuxarıda yox. Deyəcəksən ki, su keçirməyən e, deməli, layın üzərində toplanır. Qurun sular su keçirməyən layın üzərində toplanır. Sonra dördə baxaq. Çaylar su anbarlarının yaradılması qurun suların səviyyəsinin qalxmasına səbəb olur. Çaylarda su anbarlarının yaradılması qurun sularının səviyyəsinin qalxmasına səbəb olur. Düzdür də? Çayda bənd tikildikdə suyun səviyyəsi qalxır və bu su ətrafdakı suxurların içinə süzülərək yerli qurun suların səviyyəsini qaldıra bilər. Afrikanın ən uzun çayı haradır? Hə, Elcün? Afrikanın ən uzun çayı hansı çaydır? Hı? Qeyd edəcəksən ki, Afrikanın ən uzun çayı Nil çayıdır. Yaxşı. Yaz. Nil çayı Afrikanın, yəni ki, həmçində dünyanın ən uzun çayıdır. Yaxşımı? Kongo çayı isə deyəcəksən ki, uzunluğuna görə Afrikanın ikinci çayıdır.
Bolsulluğuna və hövzəsinə görə isə birinci çaydır. Dünyanın ən hündür şəlaləsi Cənubi Amerikada yerləşir. Doğrudur. Doğru cavabımız nə oldu? 1, 4, 6. Gəldik 40-cı suala. Deyir, Avrasiyanın şimalında buzlaqların geniş sayılmasının səbəbi nədir? Çünki Avrasiyanın şimalında nə var? Şimalda deyəcəksən ki, daimi donuşuqluq və ifrat rütubətlənmə var. Cavabımız 40 olacaq. C bəndi. Burada biz nə görürük? Yenə şəkildə göstərən tektonik struktura uyğun gələn göl çıxını müəyyən edin. Burada yenə qırılma var. Hansı olacaq? 41-də qeyd edəcək ki, Nyasa gölüdür. Nyasa gölü qeyd edəcək. Buradan başqa biz qeyd edəcək ki, Nyasa gölü tektonik sınma zonasında yerləşən göldür. Baykal, Tanganika və Nyasa gölləri. 42-ci sual. 4-cü dövrdə Şimali Amerikanın iqliminin kəskin soyunmasının səbəbi nədir? Deyəcək ki, 4-cü dövrdə nə baş vermişdir? Buzlaşma. Buna görə cavabımız nə olacaq?